Gələn ay başlayacağam. Biraz pul yığım, sonra edərəm. Şərait düzəlsin baxarıq. Tanış gəlir. Bizim ən böyük uydurmamız sabahdır. Çünki sabah bütün tənbəlliklərin, qorxuların və yarımçıq qalmış arzuların bastırıldığı ən böyük qəbirstanlıqdır. Sən əslində şəraitin düzəlməsini yox, məsuliyyətin səndən biraz da uzaqlaşmasını gözləyirsən. Beynimiz gələcəkdəki bizi daha güclü, daha iradəli biri kimi təsəvvür edir. Elə bir sabahki mən bugünkü mənin xilaskarıdır. Amma reallıq sadədir. Sabahki mən bugünkü mənin sadəcə bir gün daha yorulmuş versiyasıdır. Gələcək çox vaxt indi təxirə salmaq üçün icad olunur. Biz onu bir xilas kəməri kimi istifadə edirik ki, bugünün narahatlığını hiss etməyək. Heç nə dəyişmir. Sən sadəcə gözləməyə alışıbsan. Ən böyük yalan vaxtım yoxdur deyil. Ən təhlükəsi vaxtım hələ çoxdur yalanıdır. Və biz gələcəyi xəyal edərkən olan qalan indimiz də sakitcə itiririk.